Herkese selam dostlar. Ben Zeytinler. Yepyeni videoma hoş geldiniz. Bugün sizlerle birlikte gördüğünüz gibi mango yazıyor. İlk defa mango yazıyor dostlar. Şimdi bilmiyorum dadı ne terdi. Sizinle birlikte bakacağız dadı görək ne terdi. Çok uzanmadan keçək. İndi isə bu mangomuzu kəsib dadına baxacağıq. Sizlərlə fanlayacağıq. Daha getdik. Ayaqlıdır ki, indi bu nə terdi. TikTok'ta gördüğüm kimi söylüyorum. Beləsinə sonra belə ararız. Mangomuzu kəsirəcəyik yaxından çək. Plasmas. 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 Aha. Elə yerindən kəsmirsən ki? Kartop. Gördünüz mü? Hadi. İğnə baxım da görsən. Ve iyi Bu nədir? Boranı. Boranı hayat. Boranı yiyeceğiz yine. İndi isə yiyəcəyik. Bir çoç dadı da biraz gəlir. Çoç dadı gəlir dostlar. Ananas. Yakından saç. Yumuşadı şimdi. Yox. Belədir dostlar. TikTok'ta da gördüğünüz kimi yəni ki belə bölürlər bunu. Neyse dadına baxıb sizinlə bölüşdürəcəm ki bu nə dadı verir. Açıq aydın kök. Açıq aydın kök dadı gəlir. Allah haqqında gedib kök alsın bundan yaxşıdır. Küçülü kök alıb. Yerim bundan yaxşıdır. Biraz alamıyorum yəni ki. Neyse qardaşıma verim. Görüm qardaşım nə dadı verəcək. Görək qardaşımın ağzı tam nədərdir. Gələ bu da sənin. Nə dadı gəlir? Dostlar kökün axırı oluyor. Axır tərəfləri. Orayı yersən yaşıl tərəfi. Tut sonra canlı var. Yəni bəlkə kal olduğundan belə deyil. Ancaq yenə də mən belə təsəvvür eləmirdim mangonu. Belə deyil. Almağa dəyməz. Kök alsız ondan yaxşıdır. Dört matımız boşa getdi. Ondan sonra elə bir də o Hindistan cevizi alsaydıq, ondan yaxşıydı. Yəni ki boş-boşuna pulunuzu buna vermiyor. 4 manata sahib. Ən yaxşı elə dostlar Azərbaycanın meyvəsidir. Dünyanın çürümüş şey olsa da belə heyva. Bunun tamına yaxşıdır and olar. 4 manata 20 kilo bundan alıb yeyən onun doğru. Kanalıma abone ol, videolar kanalına şahit olmayı unutmayın. Sağ olun, salamat olun.